1922-ci il iyun ayının 2-də əlahiddə Qafqaz ordusunun komandanı Qızıl Ordunun inanılmış əskərlərindən sərhədlərin qorunması üçün xüsusi sərhəd batalyonlarının yaradılması və onların Zaqafqaziya Fövqəladə Komissiyasının tabeçiliyinə verilməsi haqqında əmr verdi. Elə həmin il iyun ayının 16-sında Zaqafqaziya Fövqəladə Komissiyasının nəzdində sərhədlərin mühafizəsi və kontrabanda ilə mübarizə şöbəsi, eləcə də Bakıda Zaqafqaziya sərhəd qoşunlarının qərargahı yaradıldı. 1930-cu ilə qədər Sovet Azərbaycanı ilə Güney Azərbaycan arasında sərhəd dəstələri və onların tərkibində sərhəd zastavalarının yaradılması işi başa çatdırıldı. Ancaq sərhəd xətti tam mühafizə olunmurdu. Sərhədçilər burada yalnız casuslar, diversantlar və kontrabandaçılarla deyil, həmin illərdə Sovet hökumətinin yürütdüyü siyasətə etiraz olaraq üsyan qaldırmış kəndlilərin sərhədyanı ərazilərdə yaratdıqları qaçaq dəstələri ilə də mübarizə aparmalı olurdular. Bu dəstələr sərhəd zastavalarını, hökumət binalarını atəşə tutur, yerli kommunist fəalları öldürür və asanlıqla sərhəddi keçərək Cənubi Azərbaycan ya da Türkiyə ərazisində gizlənirdilər. Bütün bu məsələlər bolşevikləri sərhəd mühafizə məsələsinə yenidən baxmağa məcbur elədi. 1935-ci ildən başlayaraq sərhəddə mühafizə zolaqları qurulmağa başladı. Bu zolaqlar boyu tikanlı məftillər çəkildi, şum nəzarət zolaqları yaradıldı. Keşikçi güllələrinə projektorlar qoyuldu.